Naftalan şəhəri haqqında məlumat. Naftalan şəhəri 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir. Əhalisinin ümumi sayı 01 yanvar 2012-ci il tarixə 9393 nəfər olmuşdur. Ərazisi 3572,63 hektardır. Naftalan şəhəri ilə Bakı şəhəri arasındakı məsafə 330 kilometrdir. Naftalan şəhərinin əsasını sanatoriya, kurort infrastrukturu təşkil edir. Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərmişdir. Həmçinin 1938-ci ildə Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır. Eləcə də 1965-ci ildə Naftalan şəhərində Elmi Tədqiqat Laboratoriyası yaradılmışdır. Azərbaycanda naftalan neftinin tərkibinin öyrənilməsində akademik Y.G. Məmməd Əliyevin, professorlar Təhi Paşayevin, S.Ə. Quliyevanın və tibb elmlər doktoru Təhi Hüseynovun böyük xidmətləri olmuşdur. Naftalan kurortunun əsas inkişafı 1970-1990-cı illərdə olmuşdur. O dövrdə Azərbaycan Silə rəhbərlik etmiş və sonra Sili Nazirlər Sovetində yüksək vəzifədə işləmiş ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. Hətta 19 fevral 1982-ci ildə Azərbaycan KPMK-nın, Azərbaycan Əsas və Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının Naftalan kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan kurort şəhəri kimi daha da böyümüş, maddi-texniki bazası daha da möhkəmləndirilmiş və şəhərdə 480 yerlik Əmil, 480 yerlik Azərbaycan, 580 yerlik Şirvan, 560 yerlik Çinar, 800 yerlik Goran sanatoriyası tikilmişdir. Naftalan şəhərində yeni xiyabanlar salınmış və çoxmərtəbəli yaşayış binaları tikilmişdir. Eləcə də həmin dövr ərzində şəhərdə məişət xidməti kombinatı, 400 yerlik kinoteatr binası, hava limanı, avtovağzal, 4 mərtəbəli telekommunikasiya qovşağı və 9 mərtəbəli 108 yerlik mehmanxana binası tikilib istifadəyə verilmişdir. Son illər şəhərimizdə sahibkarlığın inkişafı üçün yeni kurort müalicəxanalarının yaradılması ilə əlaqədar geniş tədbirlər həyata keçirilir. Şəhərdə iş adamları tərəfindən inşa olunmuş Əşrəf vannaları, Naftalan müalicə və sağlamlıq mərkəzi, Möcüzəli Naftalan, Sehirli Naftalan, Qaşaltı və Çinar Hotel Spa Naftalan kimi müasir tələblərə cavab verən istirahət və sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı ənun icrası ilə əlaqədar şəhərdə 25 çarpayılıq əlillərin bərpa mərkəzinin, maliyyə şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin, Su Kanal İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin yeni inzibati binaları tikilmiş və şəhər mərkəzi xəstəxanasında, şəhərin 01 və 02 saylı orta məktəblərində, Qaşaltı Qaraqoyunlu kənd orta məktəbində, şəhər futbol meydançasında və Heydər Əliyev parkında əsaslı təmir işləri aparılmışdır. Həmçinin Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı ənə uyğun olaraq şəhərimizin bütün infrastrukturlarının inkişafına diqqət artırılmışdır. Demək olar ki, Naftalan tamamilə yenidən qurulur. Belə ki, şəhərin elektrik şəbəkəsi yenilənmiş, ümumtəhsil məktəbləri və yaşayış binaları üçün yeni istilik qazanxanaları tikilmiş və yeni istilik qızdırıcıları quraşdırılmış, şəhər daxili, bina daxili və şəhərin digər yaşayış massivlərinin qaz xətləri yenilənmiş, şəhərin su təchizatı və kanalizasiya sisteminin, səhiyyə kurort müəssisələrinin yenidən qurulması və tikintisi davam etdirilir.